Həll olma əmsalı 4000 qram bölünsün litr olan m qram x tuzun məhlulun üzərinə m qram 10% x tuzu məhlulu əlavə etdikdə alınan məhlulun kütlə payını tapın. Burada belə bir məsələ var da. Yəni KH-dan biz omeqanı tapmalıyıq. Birinci omeqanı. Burada da belə bir düstur vardı. KH 1000 üstəgəl KH vur 100 deyə belə bir düstur bilirdik biz. Burada da 4000 bölünsün 5000 vur 100 o da eləcə 80%. 80% m qram 80% ilə m qram 10%-i qarışdırıram. Alınan məhlul 2m vur x olacaq. Buradan da x bərabərdir. Toplayanda 90m bölünsün 2m o da eləyir 45%. Cavabımız 45.